Salam əziz dostlar, yenə sizin görüşünüzə bir hikmətli kəlamla gəlmişəm. Həzrət Əlidən, Allahın salamı olsun ona. Buyurur ki, Əl-Kərim yəzdəciru əmmə yəftəxiru bihilləim. Çox möhtəşəm, bəlağətli, fəsahətli və qəlblərə yatan bir kəlamdır. Buyurur ki, Kərim yəni alicənab insan, kəramətli insan, hörmətli insan, özünə hörmət qoyan insan, özünü tanıyan insan, yəni belə. Kərim insan, alicənab insan, alçaq insanın fəxr etdiyi şeylərdən çəkinər. Yəzdəciru çəkinər. Əmmə yəftəxiru bihilləim. Ləim, liam sözündəndir. Ləim, alçaq. Özünü tanımayan, özünə hörmət qoymayan belə insanlar nə ilə fəxr eləyirlər dünyada? Mal, dövlət, pul, nə bilim, müxtəlif dünyəvi şeylərlə, maşını ilə, nə bilim, evi ilə, eşiyi ilə iftixar eləyirlər, fəxr eləyirlər. Hansı ki, onların əlindən tezliklə çıxıb gedəcək. Lap əlindən çıxıb getməsə də onlar özləri onları qoyub burada çıxıb gedəcəklər. Belə şeylərlə fəxr eləməzlər ki, bu insanın şəxsiyyətini böyütmür, hörmətə mindirmir əslində. Çox təəssüflər olsun ki, insanlar o cür insanlara hörmət qoyurlar. Yəni, varı dövləti olan insanlara, nə bilim, gücü olan insanlara hörmət qoyurlar, onun varına görə, qüdrətinə görə. Amma var, dövlət, qüdrət bunların heç biri şəxsiyyət formalaşdırmır. İnsan bunlara sahib olandan sonra həqiqi şəxsiyyəti üzə çıxır və həqiqi nə olduğu görsənir. Bəli, şəxsiyyətsiz insanlar ondan sonra ləim insanlar, alçaq insanlar belə şeylərlə fəxr edirlər. Dünyəvi şeylərlə fəxr edirlər. Amma iftixar olunması şeylər onun daxilində olan fəzilət, onun dəyanəti, onun vətənpərvərliyi, onun mərdliyi, onun insani dəyərləridir əslində. Bəli, kəramətli insanlar, hörmətli insanlar o alçaq insanların fəxr etdiyi şeylərdən həmişə uzaq olarlar. Onlara aşiq olmazlar, onlara heyran olmazlar, onların əllərində olan mallara göz dikməzlər. Bax, bu böyük şəxsiyyətlərdir. Sağ olun.